Sumqayıt şəhərində ictimai nəqliyyatda sərnişin məmnuniyyətinin artırılması, sakinlərə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə növbəti monitorinq reydi keçirilib. Reyd Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təşkil olunub. Monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttlərində avtobusların texniki vəziyyəti, salonların təmizliyi, sürücülərin davranış qaydalarına əməl etməsi, sərnişinlərlə ünsiyyət mədəniyyəti və ümumi xidmət keyfiyyəti diqqət mərkəzində saxlanılıb. İcra Hakimiyyətinin əməkdaşları bir sıra avtobuslarda sərnişin qismində əyləşərək marşrutların hərəkətini yerində müşahidə ediblər. Reyd zamanı avtobusların dayanacaqlarda sərnişinləri qəbul etmə qaydaları, hərəkət təhlükəsizliyinə əməl olunması, sürücülərin yol hərəkəti qaydalarına münasibəti və nəqliyyat vasitələrinin sanitar vəziyyəti yoxlanılıb. Monitorinq zamanı bəzi marşrut sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Onlara sərnişinlərlə nəzakətli davranılması, avtobus salonlarında təmizliyə xüsusi diqqət yetirilməsi, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib. Bildirilib ki, ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması şəhər rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdən biridir. Qeyd olunub ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu cür reydlərin əsas məqsədi sakinlərin gündəlik istifadə etdiyi ictimai nəqliyyat xidmətlərini daha təkmilləşdirmək, vətəndaş məmnuniyyətini artırmaq və şəhərdə nümunəvi nəqliyyat mühiti formalaşdırmaqdır. İcra Hakimiyyətindən bildirilib ki, monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək. Şəhərdə fəaliyyət göstərən marşrut xəttlərində xidmət səviyyəsinin daim diqqətdə saxlanılması, mövcud çatışmazlıqların operativ şəkildə aradan qaldırılması və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində tədbirlər daha da gücləndiriləcək. Sumqayıtda ictimai nəqliyyat sahəsində aparılan bu cür nəzarət tədbirləri şəhərdə xidmət keyfiyyətinin yüksəldilməsi, sürücülərin məsuliyyətinin artırılması və sakinlərin rahat gediş-gəlişinin təmin olunması baxımından mühüm addımdır. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.